Amid Beytullaoğlu, Sabirabad rayon Həşimxanlı kəndində anadan olmuşam. 26 yaşım var. Və mən öz qeyri-adi istedadımı göstərdiyim, tanıdım sənəyə qoşuldum. Və öz münsiflərə öz təşəkkürümü bildirirəm ki, məni seçdilər. Və rayonumuzun bütün tədbirlərində pəhlivan kimi iştirak edirəm. Və mənim göstərdiyim qeyri-adi istedad 5'lik taxtaya 2 mismarı vurub və sonra onu dişlə çıxartmaq. Bir də ki, başda daşı sındırmaq. Başqa idmançılar başda daş sındırırlar, amma qeyd edeyim ki, opsi idmançılar, başqa idmançılar. Başı daşda sındıranda başa döşəksə qoyurlar, əski qoyurlar. Amma mən onu əskisiz birbaşa qoydum, başıma sındırdım. Yəni 26 yaşım var, bu günə qədər o nömrələri görsədən görməmişəm. İndi bunları dişindən çıxardasın. De. Demək bu, yax qeyd elədim, başqa pəhlivanlar ip bağlayırlar, ipdən tutub dartırlar. Amma mən dişim sınmamaqdan ötəri nazik bir əski qoyacam, mismarın özündən yaxşı dartacam. Yəni dəsmal dişi saxlayır ki, qırılmasın. Sürtmür də. Çıxart görək. 2 mismarı birdən-birə dişi ilə dartıb çıxardacaq. Çıxartmasan nə olacaq? Öldürəcək səni sonra. Niyə çıxartmadın? Alqışlayın. Bilirsən niyə çıxartdın indi? Hə? Bilirsən niyə çıxartdın indi? Çünki çıxartmamışdan qabaq dedin, ya Allah. Çünki Allah kömək oldu sənə, bax. O ürəyi, o gücü sənə o verdi. Allaha qurban olum. Birincidə onu deməmişdin amma. Nə, başında kubik qırırsan? Ailə etmə, eləmə, qadın qalım, təzə nişanlanmısan. Allah xoşbəxt eləsin nişanlısı ilə. Sağ ol can. Hamımız xoş gəlmişsiniz Həşimxanlı kəndinə. Həşimxanlı. Həşimxanlı kəndinə, ekran qarşısında Həşimxanlıların hamısına salam deyirəm. İndi görək bizim pəhləvanımız Amid başı ilə bu rekordu qarpızlarla özdə. Yəni qarpızın məhəllərinə gəlsən və bir də içimdə bir arzum oldu bura gələndə. Bunu istəyərdim ki, qoy eşitsin, elə rəhbərlik də eşitsin buranın. Mən istəyərdim ki, bax məsələn Qubaya gedirsən almanın heykəli, almadan belə bir gözəl alma düzəldib qoyublar. Göyçaya gelsən nar var ortada. Mən istəyərdim bax Sabirabada da gələndə bir qarpız olsun. Anasısınız siz, hə? Fəxr edirsiniz yəqin. Hə, əlbəttə fəxr. Bu ağrıqları qaldıranda, başında kubik qıranda, mənim anam bir dənə belə ayağım belilən kimi, ay Allah, evim yıxıldı, bunun ayağı büdrədir. Bəs o başına kubiki qoyub belə çəkişlə vurub qıranda sənin ürəyin ağrır. Ağrıyır da, ürəyim ağrıyır, tapşırıram. Məndən gizlin eləyirlər, xəbərim olmur. Sonra xəbər gəlir ki, daş qırıblar başında. Ərim də başında daş qırır. Hə, o da qırırdı. Əvvəlini atası qırıb, sonra da evladı. O atasından çək, sonra da gəl balası. Hə, hə. İkisinin də ağırlığını çəkirəm də. Bax, Allah canınızı sağ eləsin. Bilirəm, pəhləvan ailəsidir və pəhləvan ailəsi həmişə sağlam olur, gümrah olur, möhkəm olur. Amma Allah yenə də möhkəm eləsin, sağlam eləsin. Amma istənilən vəziyyətdə bizim həkimlərə, bizim
həkimlərə getmək mütləqdir. Yəni 6 aydan birmi deyək, 5 aydan birmi deyək, 4 aydan birmi deyək, həkimlərə mütləq getmək lazımdır, müraciət etmək lazımdır. Mən sizə məsləhət görərdim ki, arada bir, heç olmasa bu övladlarınızı o daşı qırandan sonra, qarpızı qırandan sonra, pəhləvanlığınızı göstərəndən sonra mütləq bir həkimlərimizə müraciət eləyin. Bax bizim ömür klinikası var. Ömür klinikasında ənənəvi və qeyri-ənənəvi üsullarla bilirəm, pəhləvanlar adətən mənim atam da boksla məşğul olubdu və o heç vaxt dərmana meyllənmir. O deyir ki, mən qeyri-ənənəvi ənənəvi üsullarına, yəni dədə-baba qaydası ilə müalicələri xoşlayıram. Bax, o da var. Yəni eliksir terapiyası var, hansı ki bu eliksir ömür eliksiri adlanır və bu artıq beynəlxalq standartlara uyğun bir eliksirdir və onun vasitəsilə insan orqanizmi maddələr mübadiləsi üzrə tənzimlənir və insanlarda əmələ gələn, mən yeri gəlmişim Gülnara xanımdan öyrəndim, Elza. Deməli Gülnara xanım dedi ki, insanın şişmanlaşması və yaxud da ki arıqlanması, həddən artıq arıq olması, kökəlməsi və yaxud da bütün bu proseslər hamısı maddələr mübadiləsinin pozulmasından əmələ gəlir. Ən böyük xəstəliklər maddələr mübadiləsinin pozulmasından əmələ gəlir. Gəldiyinə görə və yeganə klinikadır ki, Azərbaycanda ömür klinikası maddələr mübadiləsini bərpa eləyir, onu tam təmzimləyir və insan orqanizmində nə şişmanlıq qalır, nə arıqlamaq qalır, nə kökəlmək olur, nə yəni normal vəziyyətdə qala bilirsən. Ona görə mən səninlə razıyam. Çünki doğrudan biz də o maddələr mübadiləsinin pozğunluğuna aid bir insanlarıq. Niyə görə? Çünki bizim rejimimiz yoxdur. Biz görürsünüz ki, harda oldu, harda mırıq vaxtında oyan. Bəli, harda düşdük orada yeri, harda otduq orada yeri. Ona görə də ömür klinikasının bax bu endirim kartını sizə veririk. Mütləq ömür klinikasına gedin, sağlığınızın keşiyində durun. İndi bilmirəm bizim bu tuk-tuktumların içərisindən avtomobil çıxacaqmı, çıxmayacaqmı, nə olacaq onu deyəmmərəm, amma hər halda bunlar da sizə hədiyyədir. Bunları da bura qoyuram. Bunlardan mütləq çırtlayarsınız. Çünki tuk-tuktumları Avropa texnologiyası ilə hazırlanan tuk-tuktumlardır və tuk-tuktumlarını çırtlayan insanlar bəxtəvər olurlar. Niyə görə? Çünki hədiyyə qazanırlar və hətta tuk-tuktumların içərisində olan o bəxtinizi bir daha sınayan olan kartı belə yenə hədiyyəlidir. Nə mənada hədiyyəlidir? Ondan 30 ədədini toplayandan sonra onda dərhal sizə hədiyyə verəcəklər. Axı bu nə hədiyyədir? Onda deməli o kartları toplayandan sonra biləcəksiniz. Ona görə də məsləhət görürük ki, Avropa texnologiyası ilə hazırlanan, içərisində pul uduşları, konturlar, istənilən mobil operatorun konturları və çoxlu hədiyyələr, məişə avadanlıqları, paltar uyanda, toz soranda, ütüdür. Bəli, və ən əsasındakı səs tellərində çox xeyirli olan tumların yağıdır ki, onu siz istifadə edin, baxacaqsınız, görəcəksiniz. Əlbəttə. Uğurlar olsun, Tuk-Tuka da təşəkkürümüzü bildiririk. Üç. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, Yavaş 16, 17, 18, 19, Yavaş. 32. 33, 34, 35, 37. Yaxşıdır. Yaxşıdır. Bəsdir. 37 saniye 45 qarpız. Vay, 37 saniye 45 qarpız. Ay Allah, burnunuz adı göyərdi. Deyən özünə gəl. Can. Ay Allah. Göyərdiniz. Can, maması nətər? Hepsi oldu. Ay Allah, pis oldum. 37 saniye 45 qarpız. Hər şey yaxşı. Burnu göyərdi. Can, ağlama, hər şey olar. Yaxşısan? Bir dənə stul verin, otursun ona. 37 saniye. 37 saniye 45 dənə qarpız. Dəhşət, bu dünya rekordudur. Mən hamısını, elə bil mən vurdum qarpızlar. Mehriban, bura gəl, qorxub qaçma ora. Mehriban ağlayır. Mehriban ağlayır. Kövrəldin, hə? Mən də peşman olmuşam bura gəlməyimə. Onun qəhrəmanlığının qarşısında kövrəldin. Bir də anası gözdə olduğunu. 37 saniye 45 qarpız. Biz bunu mütləq YouTube'a da yerləşdirəcəyik.
və sübut da eləyəcəyik ki, baxın görün Azərbaycanda, tanıdım səni proyektində, Azərbaycan oğlu Sabirabadda, bu kəndimizin adı nədir? Həşimxanlı kəndində dünya rekordunu təzələdi və demək olar ki, lap yüksək səviyyədə, hələ eşq olsun. Özü də ki, görün siz Amid nə qarpızlar partlatdı, amma bu çox hayıfdır ki, adamın hayıfı gəlir. Sabirabad qarpızını, bu nə, yəni insanların hayıfı gələr bəlkə də, bu yeməli qarpızlar idi, amma bu partlatdı bunları. Ana, nə hisslər keçirdirdin o? Çox pis. Pis. Həyəcanlandım da. Fəxr elə ki, Fəxr eləyirəm, fəxr eləyirəm. dünya rekordunu təzələdi. Əlbəttə fəxr eləyirəm. Çin elə bir oğul var, hə. Mən halal olsun deyirəm, eşq olsun deyirəm, bir alqışlarımız gəlsin və Həşimxanlıya eşq olsun və eşq olsun Beytullah Pəhləvana, onun böyütdüyü Azərbaycanın mərd oğluna və onun anasına eşq olsun ki, o cürə mərd oğul dünyaya gətiribdir. Valla, deyir, Maya Buddu arvad al ki, Nər Buddu oğul doğsun sənin üçün. Valla, ona görə də Nər Buddu oğul doğubdur və dünyaya gətirib. Eşq olsun, bu qarpız mənzərəsini görürsünüz və biz bunu mütləq YouTube-a yerləşdirəcəyik. Qoy YouTube-dan da dünya rekordunu görənlər də görsünlər və bunun Azərbaycanda Guinness Rekordlar kitabına harada əlaqə saxlamaq lazımdır, mütləq əlaqə saxlayacağıq. O qarpızları da gətirsinlər, lap belə 100 dənəsini düzsünlər, mən əminəm ki, o bir dəqiqədən də tez onların hamısını sındıracaq. Ən azı hələ 37 saniyə o 45-46 qarpızı sındırdısa, ən azı bir dəqiqəyə, bir 90... Rekordlar artıq etibarlı sayılmır, biz bunu əminliklə söyləyə bilərik, çünki Amid bunu təzələdi. Əgər təzələdirsə, deməli onun etibarlılığı itir. Bundan öncə olan rekordun etibarlılığı itir. Azərbaycanda, bir kənddə, özdəki çox gözəl bir dilbər güşəmizdə deyərdim. Çox sevirəm mən Sabirabadı. Sabirabaddaca belə mərd oğlumuzun mərd hərəkəti ilə, cəsarəti ilə verilişimizi buradaca yekunlaşdırırıq. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Mən çox fəxr eləyirəm ki, mən Amidi və onun ailəsini tanıdım. Necə deyərlər, qarpız bizimdir, özümüz bilərik. Hal-hazırda gördüyünüz aparatsa, adı nədir xanım? LPG aparat. LPG, ay Allah. Sümürdü bütün qarnımı içinə. Deməli, təsəvvür edin, bilmişəm ki də, indi mənim belə əlini belə qoy, üzümü görsün cəmaət. Deməli, xəbər tutmuşam ki, yəni bura gələndə bildim. Mən bu aparatı burada gəldim, təsadüfən gördüm və Gülnara xanım dedi ki, sənin xəbərin var. Cəmal bu saat piylənmədən əziyyət çəkir axı. Ekoloji, yeməklərdən, qidalardan, yəni maddələr mübadiləsinin pozulmasından. Yadınızdadırsa, mən sizə verilişimizdə də dedim ki, əsas piylənmə maddələr mübadiləsinin pozulmasından əmələ gəlir. Piylənmə